Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin 8D sinif şagirdi. Bugün sizə fizikada konversiya mövzusunu izah edəcəm. İstilik vermənin 3 növü var. İstilik keçirmə, konversiya və şüalanma. Enerjinin maye və ya qaz ilə ötürülməsinə konversiya deyilir. Biz bugün konversiyanın qazlarla öz fəaliyyətini göstərməsinə aid bir təcrübə aparacağıq. Bunu hazırlamağı üçün dairə bir alüminium paletlərini kəsirik, onu 12 paralel hissəyə vurub, pər şəklində qatlayırıq. Onun ortasından bir dəlik açıb, ip ilə dəstəyə birləşdiririk. Altda isə sadə elektrik sistemi olan bir lampa və naqillər var. Naqili biz yoxa taxanda, yəni işə salanda lampamız qızır və konversiya hadisəsi baş verir. O zaman biz burada elektrik enerjisini istilik enerjisinə çeviririk və burada konversiya hadisəsi baş verir. Hadisələrə görə biz burada elektrik enerjisindən gəlir və lampa qızır. Lampanın qızdığına görə də isti qazlar çıxır. İsti qazlar isə bizim yanğımızı hərəkətə gətirir.